öncə tanınmış jurnalist, publisist, Son Əmir kitabının müəllifi Asif Müəllim Mərsiliyə söz vermək istəyirəm. Çox sağ olun, rəhmətlərimiz. Çox təşəkkür edirəm tədbir iştirakçıları. Xoş gəlmişsiniz. Belə bir dəyərli vaxtınızı bugün alaraq bura gəldiyiniz üçün sizə minnətdarlıq edirəm. Bugünkü tədbirin məzmunu barədə istəyirəm qısa məlumat verim. Deməli, 2006-cı ildə Cənab Prezidentin fərmanı ilə Azərbaycanda elm, təhsil, mədəniyyət və ədəbiyyat sahəsində ən yaxşı əsərlərin dövlət mükafatına təqdim olunması barədə fərman imzalanmışdır. Həmin fərmandan sonra dövlət mükafatları komissiyası yaradılmışdır. Komissiyanın sədri ölkənin baş nazirləri olub hər il. Bu ildə komissiyanın sədri Cənab Əli Əsədovdur. Və bu günlərdə rəsmi mətbuatda getdi. 2 ildən bir verilir həmin dövlət mükafatı. Dövlət mükafatının xüsusi komissiyasının üzvləri var. Başda Azərbaycanın ən, belə deyək, üzdə olan elm, təhsil, eyni zamanda mədəniyyət, ədəbiyyat sahəsi üzrə şəxslər. Və bir neçə hadisa, bir neçə gün demək istəyirəm, amma təxminən 2 həftə əvvəl Azərtac, o cümlədən ölkənin rəsmi mətbuatı məlumat yaydı və həmin komissiyaya təqdim olunmuş əsərlərin siyasi orada verilmişdi. Mən yazdığım sonuncu əmr əsərini mükafata təqdim etdim və təqdim olunmuş ayrı sahələr üzrə, mən ədəbiyyat sahəsi üzrə təbii ki, orada təxminən 100-ə yaxın əsərin içərisindən 3 əsər seçilmişdir. Deməli, 3 əsərdən biri də bizim sonuncu əmr əsəridir. Ona görə, bugünkü tədbir Nazirlər Kabineti nəzdində yaradılmış, dövlət başçısının fərmanı ilə təsdiq olunmuş dövlət mükafatı komissiyasının tövsiyəsi əsasında, yəni qərarı əsasında bu tədbir keçirilir. Ona görə də bu tədbirə mən belə deyək, təqdim etdiyim kitab haqqında qısa, yəni siz görürsünüz, Polkovnik Leytenant Orxan Əkbərov haqqındadır, onun döyüş yolu haqqındadır. Bax, belə, baxın, çox sağ olun. Çox sağ olun. Şəhidimizin 8 təltifi var, 8 medalla təltif olunub. Onlardan 5-i dövlət təltifləridir, yəni Cənab Prezidentin sərəncamı ilə. 3-ü isə Müdafiə Nazirliyinin təltifləridir. Saatlıda anadan olub, sonra Bilasuvarda məktəbi bitirib, Heydər Əliyev adına hərbi məktəbi bitirib və əfsanəli kəşfiyyatçı olub. Orxan Əkbərova həsr olunmuş qısa video çarxa.
Baş nazirin qərarı Bilaspilaka Musiqi Məktəbinə Şəhid Orxan Əkbərovun adı verilib, xatirəsinin əbədiləşdirilməsi bölməsində və roman Sonuncu Əmr Asif Mərzili müəllif olduğu və bugün onun ictimai müzakirəsində biz sizinlə toplaşmışıq. Bizim hər 4 kitabxanamızda Sonuncu Əmr kitabının ictimai müzakirəsi keçirildi. Əliyağa Vahid adına kitabxanada, Abdullah Şaiq adına kitabxanada, Musa Bəyev adına kitabxanada və Xoşur Xanın Nadavan adına kitabxanada ictimai müzakirələr keçirildi. Müəllif özü iştirak
iştirak edirdi həmin tədbirlərdə və həmin tədbirlər geniş sosial şəbəkələrdə, bir sıra web saytlarda işıqlandırıldı və bugün artıq yekunlaşdırıcı tədbirdir, yəni ümumiləşdirilmiş bir formadır. Biz kitabın ictimai müzakirəsini keçiririk və tüm filialların nümayəndələri bugün bizim bu tədbirdə iştirak edib, onların da zəhməti çoxdur və mən fürsətdən istifadə edərək onlara öz təşəkkürümü, minnətdarlığımı bildirmək. Sözü ehtiyatda olan hərbiçi polkovnik Bəhram Məmmədova vermək istəyirəm və sözü Bayram müəllimə verməmişdən öncə mən qeyd etmək istəyirəm ki, bugün burada polkovnik leytenant şəhidimiz Orxan Əkbərovun həyat yoldaşı Nuranə xanım da iştirak edir. Nuranə Əkbərova ekranda da siz onu gördünüz. İki evlatlarıyla mən o şəkildə verilmişdi. Buyurun Bayram müəllim. İlk növbədə mən şəxslərin salam verirəm və təşəkkürümü bildirirəm ki, məni belə bir mötəbər romanın müzakirəsinə dəvət etmişsiniz. Qeyd etdiyiniz kimi mən də ilk döyüşlərin komandirlərindən biri olmuşam Zəncanda və məlum olduğu kimi artıq sonuncu əsərin müzakirəsi regionlarda, Bakı mədəniyyət müəssisələrində gedir və oxucular tərəfindən əsərin rəğbətlə qarşılandığının canlı şahidi olmuşdur. Bu əsərin belə yüksək səviyyədə ərsəyə gəlməsində heç şübhəsiz tanınmış və istedadlı jurnalist, publisist Asim Mərzilinin əməyini biz qeyd eləməliyik. Çünki Asim Mərzili də müharibənin nə olduğunun canlı şahidi olub. Ağdamlılar müharibə dövründə mən yaxşı bilirəm ki, əsl qəhrəmanlıq nümunəsi göstərdi. 5 ilə yaxın gecə gündüz tüm Qarabağın dərdin sərin Ağdamlılar çəkir. Və belə bir vəziyyəti görən, eyni zamanda bizim qəhrəman hərbisimiz, polkovnik leytenant, istedadlı, bacarıqlı, qorxmaz kəşfiyyatçı Orxan Əkbərovun qəhrəmanlığını da yalnız Asim Mərzili kimi təcrübəli bir yazar roman şəklində oxuculara çatdıra bilərdi. Həqiqətən bu bizim zəfərimiz, böyük tarixi zəfərimizin həm də təsviridir. Bizim hərbisilərə verilən yüksək qiymətli Orxanın qəhrəmanlığı, Rəşadın qəhrəmanlığı, onun döyüş dostlarının qəhrəmanlığı. Bir hərbisi kimi biz yaxşı bilir ki, hərbiyə daxil olan hər bir adam artıq istənilən anda ölümün onun alnına yazıldığını yaxşı bilir. Biz belə qəhrəman övladlarımızla fəxr edirik. Onların qəhrəmanlığı qarşısında baş əyirik və həm də fürsətdən istifadə edib tanımına mən də baş sağlığı verirəm, bir daha səbir edirəm və inanıram ki, Orxanın bu qəhrəmanlığı neçə-neçə bizim qəhrəman əsgərlərimizin, zabitlərimizin həyat yoluna işıq salır. Asim Mərzili deməli, Orxanın ilk məktəb həyatından, ali hərbi məktəbdə, onun hərbi hissələrdəki xidmətini, ayrı-ayrı döyüş tapşırıqlarını çox incəliklə, ustalıqla, faktlar əsasında işıqlandırıb. Və bu da şübhəsiz romanın oxunmasına, oxunaqlı olmasına, oxucular tərəfindən sevilməsinə səbəb olmuşdur. Eyni zamanda iki qəhrəmanın, Rəşadın da o uşaq vaxtından işgəncələri görməsi, valideynlərini itirməsi və vətənin bu qisası almaq üçün özünə hazır etməsi və belə bir qəhrəmanla rastlaşması və döyüş tapşırıqlarını uğurla yetirməsi də burada öz parlaq əksini tapmışdır. Və bu əsər, mən deyərdim ki, digər bizim istedadlı, bacarıqlı yazılarımız, publisilərimiz tərəfindən gələcəkdə davam edəcək belə əsərlərin yazılması və həm də bu əsərin səhnələşdirilməsi, həm də bədii film çəkilməsi şübhəsiz olacaqdır. Mən Asim müəllimi təbrik edirəm, inanıram ki, Asim müəllim bu müsabiqənin tarixlərindən biri olacaq və burayı təbrik edirəm. Videoçartda siz gördüyünüz kimi xeyli məlumatlar verildi. Şəhid haqqında, onun tərcümeyi halından məqamlar, onun tərtibləri haqqında və bugün həmin videoçar kitabxananın YouTube
kanalında yerləşdirilir. Yəni ona baxa bilərsiniz. Daha yavaşdan, yəni diqqətlə baxa bilərsiniz. Və orada gördüyünüz kimi videoçarx ümumi lider Heydər Əliyevin və cənab prezidentin sitatları ilə başlamışdı. Mən bir sitatı sizə xatırlamaq istəyirəm. Ulu Öndərin Azərbaycanın işğal olunmuş torpaqları azad olacaq. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin sahibi olacaq. Öz torpaqlarının sahibi olacaqdır. Var o sitat orada. Və bir sitatı cənab prezidentin, Ali Baş Komandanın Qarabağ haqqında və işğal olunmuş torpaqlarımızın azad olunması haqqında. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşmənin torpaqlarımızdan qovduq və ədalətli beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bugün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bugün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağız. Bayaqları yadımdan düzüb çıxdı. Kitabın deməli Dövlət Komissiyasına, Dövlət Mükafatları Komissiyasına təqdimatını Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Ansiklopediya Prezidenti Xalq Yazıçımız Çingiz Abdullayevdir və Çingiz müəllimin birinci vitse-prezidenti Ruhiyyə xanım Poladova burada iştirak edir. Yəni Ruhiyyə xanımın dəstxətti ilə, protokollaşdırması ilə həmin əsər dövlət mükafatına təqdim olundu. O kadar xeyir dua verdi ki, axırı o üçlükdə bu kitab yer aldı. Özürə bu da təşəkkür edirəm. Sözü Ağdam rayon musiqi məktəbinin şagird və müəllimlərinə vermək istəyirəm və onlar bizim üçün bir neçə mahnı yenə
təşkilatı, uşaqlar həmin o tamaşaçılar. Yəni çox maraqlı bir tapıntı ilə başlayır o tapıntını, tamaşanı və həmin o zalda, Orxan da oradadır, o döyüşçü oradadılar hamısı çünkü bir rolü, bir aktör 3-4 rolü oynayacak, burada 30'dan artıq obraz var, oynayacak və onların yanında danışılır və söhbət olunur və elə bil ki, bu uşaqlar böyük bir müharibəyə hazırlaşdırılır. Əsərin sonu çox maraqlı bir şeylə qutarır. Mən bilmirdim belə bir şey var. Yaxşı ki, Asif Mərzili yazıb. Sonunda 6 nəfər o sonuncu əmirdə döyüşənlər, axırda onlar şəhid olanda bizdə səhnədə böyük bir stanok olacaq, böyük bir stanok olacaq. Onlar öləndən sonra o stanok yavaş-yavaş yuxarı qalxır, lap yuxarı gedəndə artıq ekranda biz görürük ki, bu 6 nəfər mələk kimi uçur və o birisi minlərlə şəhidlərimizə qarşılaşır. Onlarla hamısı ilə minlərlə Qarabağ var. Yəni bütün o ekran boyu o mələk formasında onların keyfi, tamaşa boyu zalda, zalın divarlarında, bütün səhnə boyu belə tamaşa ilə qutaracaq. Mən heç bilmirdim, məsələn, Xudayarın mahnısından burada istifadə olunub. Orada uşaqlar özləri o mahnını oxuyacaqlar. Yəni o uşaqlar istirahət vaxtında söhbət edəndə həmin mahnını çox maraqlı bir formada oxuyacaqlar. Mən bir daha Asif müəllimə təşəkkürümü bildirirəm. Dünənki qəzetdə mənim resenziyam çap olunub, Təsadüflər qəzetində sizə bağışlayıram, bu qəzeti verirəm. Və orada sizin özünün obrazınız var, uşaqların obrazı var, anasının obrazı var. Əlbəttə, ayın axırına qədər piyes bizdə demək olar tam hazır olacaq. Biz Asif müəllimlə bir də oxuyacaq. Sonra artıq səhnə variantı prosesində sizin özündə də, ola bilər biz Asif müəllimlə danışmışıq, biz sizlə görüşəcəyik, anası ilə görüşəcəyik, uşaqlarla, çünki bilirsiniz səhnədə aktör 2 söz demir də, o obrazı yaratmalıdır. Ona görə də elə şeylər var ki, biz Asif müəllimlə danışmışıq, onları əlavə edəcək. Çünki Asif müəllim mənə danışdığı epizodu özü də ağladı, mən də ağladım, o bura düşməyib. Bura düşməyib, uşaqlar danışıb eləyib, biz onu həmin şeylər hamısını bura salacaq. Bir daha mən inanıram ki, gələcəkdə çox maraqlı bir tamaşaya gələcək. Respublikanın əməkdar incəsənət xadimi ağalar İdris olur. Nuşabə xanım tanınmış yazıcı, publisist, bizim də fəxri oxucumuz Nuşabə xanım Məmməd. Hamınızı xoş gördük. Hərçəndi istəmərəm ki, Lətifə xanım ayağa qalsın. Mən danışanda kim ayağa qalsın, onun özünə təhqir edirəm. Asif müəllim, gözəl insanlar, yəni əlində qələm tutan gözəl insanlardan danışıram. Gözəl insan çoxdur. Gözəl də qələm ustası olur. Gözəl də yazıcı olur. Burada publisist deyil, publisist, jurnalist, amma Asif müəllim mənə elə gəlir ki, doğulandan yazıcı doğulubdur. Çünki yazıcı təkcə qələmi ilə yazmır. Görürsünüz, ağalar müəllim danışanda, əgər yazıcı onun rəsmini çəkməmiş olsaydı əsərdə, ağalar müəllim Helürə ilə danışa bilməzdi. Yazıcı rəsmi çəkib verir yazısı ilə. Orada qalır rejissorun onun nə tərbəziyib düzəyəcəkdir. Asif müəllimlə bizim dostluğumuz çox illər əvvələ gedir, söykənir. Çiyin-çiyinə çox mübarizələrimiz olubdur. Çox ləyaqətli bir insan kimi, bir böyük hərflə yazması kişi kimi kişidir. Və bu əsəri mən oxumamışam, təəssüflərlə ki, oxumamışam. PDF forması mənə göndərmişdi. Ta indi yaş öz işini görür, mən onu oxuya bilmədim, gözümdən yaş gəlir. Həm də ki, ümumiyyətlə şəhidlərdən danışanda mən ona əvvəldən axıra göz yaşıyla baxdım. Çünki hər bir şəhidin, ha desək ki, zirbəyə qalxdı, uçdu, mələk oldu, getdi. Amma onların hər birisinin arzusu olubdur. Hər birisinin övlad arzusu olubdur. Hər birisinin xəyalları olubdur. Amma hər şeydən əvvəl vətən olubdur. Və onlar öz qanları ilə hər şeyi ora tökməklə
o qanın altında da o arzuları, o xəyalları bastırıblar. Bugün bu kitabın müzakirəsi olmaqla bağlı mən indi bir Facebook'a da qoydum, statusuma da qoydum. Mənə çox belə təsəlli verici bir şey var ki, bu dövlət mükafatına təqdim olunubdur. İndi mən Lüya xanımdan xahiş edəcəm ki, bir dəfə də dua eləsin, birinci yerə düşsün. Dua eləmsin, üçüncü olsun. Sizin dualarınızı deməli yerinə yetirin. Azim müəllim, mən sizi ürəkdən təbrik edirəm. Telefonda qalanını deyəcəm bunları. Reklam Yox, qoymaram qalsın. Nə danışırsınız? Mümkünsüz şeydir. Amma bu kitaba görə mən sizə o qədər minnətdaram, o qədər minnətdaram. Düzdür, bu mənim elə bir baş şüarımdır həmişəkin müharibədən, şəhidlərdən qadın yazıcı yazmalıdır. Çünki onlar bilir, onlar anadılar, onlar bacıdılar, onlar bilirlər nə, işlər bir soyuqqanlı olur. Amma Asim müəllim burada yaradıbdır. Bütün hamısının qapsayıb əlinə alıbdır. Mənim də əlimdə bir roman var, Lətifə xanım bilir, redaktoru olur. İnşallah, inşallah yarışacağıq onda. Təbrik edirəm aslında. Bilirsiniz, əbəs yerə demədi Şadə xanım. Buyuram indi birincisi oxucusuyam, birinci oxucusuyam. Yəni ağırdır, həqiqətən ağırdır. Və düşünürəm ki, sözlərində çox böyük həqiqət var ki, məhz qadın yazmalıdır. O qədər təsvir edir o döyüş səhnələri, sonraki o onların şəhid olmaları, nə bilim, otların yanması, ocaqların yüksəkliyə qalxması, hər şeydən indi Allah qoysa nəşr olunar, təqdimatında da iştirak edərik, görərik. İndi mən Sənubərə sözü vermək istəyirəm. Sənubər Qurbanlıya bizim fəal oxucumuzdur. Romanı oxuyub və istərdim ki, qısaca Sənubər təəssüratları ilə bizi ilə bölüşsün. Təbrik hər kəsə salamlayıram. Hər biriniz xoş gəlmişsiniz. Bugün çox önəmli bir mövzu üzrə toplanmışıq burada. Polkovnik leytenant, həmçinin güclü kəşfiyyatçı olan Əkbərov Orxan haqqında yazılmış sonuncu əmr romanı. Mən düşünürəm ki, vətənpərvərlik qanun gəlir bu heç, amma əsas olaraq məktəbdən və Ağlar müəllim bayaq qeyd elədiyi kimi təhsildən və uşaqların lap kiçik yaşlarından bəri vətənpərvərlik hissi onlarda oyadılmalıdır. Və burada kitabların rolu olduqca böyükdür. Gənclərdə bu hissin yaranması üçün yazıcıların rolu olduqca böyükdür. Və bu elə böyük bir hissdir ki, bunu sözlərlə izah eləmək çox çətindir və bu səbəbdən düşünürəm ki, yazıcıların üzərinə çox böyük məsuliyyət düşür bu mövzuda. Mən bu kitabı oxudum, yəni kitabı 2 saat ərzində bitirdim, çünki o qədər maraqlı idi və olaylar o qədər çox insanı özünə çəkirdi ki, xüsusilə də bizim Xocalı soyqırımı zamanı vətəndaşlara edilən işgəncələr, onlara qarşı törədən ağır cinayətlərin gözəl bir şəkildə təsvir olunması, vətənpərvərlik hissinin oyadılmasında çox böyük rol oynayır. O zaman yəni keçirdiyim hisslər sadəcə qəzəb, vətənpərvərlik, düşmənlərə qarşı yəni sonsuz nifrət yaradır. Başqa da heç bir şey. Və düşünürəm ki, bu cür romanlar çox oxunmalıdır və gənclər tərəfindən oxunmalıdır ki, vətənə qarşı böyük bir sevgi hissi oyansın. Dediklərim bu qədər. Çox təşəkkür edirəm. Mən sözü ehtiyatda olan polkovnika vermək istəyərdim. Elbrus müəllim, Elbrus Rüstəmov. Vaxtı Seyhan'ı salamlayıram. Oradan da bu günləri kitabın əlaqədar yığışdığımız bu məclisdə Asim Mərzili haqqında çox sözlər demək olar. Çox sağ olsun ki, Asim müəllim. Hətta yəqin ki, Asim müəllimi tanıyanlar yaxşı bilirlər. Hələ o vaxtdan 90-cı illərdən hörmətli Asim müəllimin təşkili ilə təzadlar qəzetdə Asim müəllimin bir başlığı vardı. Qarabağı xilas etməyən Allah da xilas eləməz. Yəni doğrudan da bu illər ərzində
Asim müəllim həm Qarabağ sevərliyinə, həm vətən sevərliyinə, həmişə obyektivlə seçilən jurnalistlərdən, yazıçılardan biridir. Və bu gün də bu müharibənin 4-cü ilidir ki, biz tutarmışıq, başa vurulubdur bu müharibə. Və Asim müəllim belə bir kitabı əlcəyə gətiribdir də, oxucularına təqdim edir ki, mən deyərdim ki, bu bəlkə də birincilərdəndir Asif müəllim ki, belə bir kitab, belə bir qəhrəman haqqında, belə bir vətən oğlu haqqında, belə bir şəhidimiz haqqında, belə bir maraqlı kitabın və tarixi kitabın yazılması bu doğrudan da həqiqətən layiqdir və mən Asif müəllimi təbrik edirəm, minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onlara ailələrinə güvən səbr versin və bir söz demək istəyirəm, mən bu yaxında Şuşadaydım. Bir neçə dəfə getmişəm və bu dəfə gedəndə inanın o dağlara, o meşələrə baxdıqca mən fikirləşdim, doğrudan da bizim şəhidlərimiz nə qədər qəhrəman olmuşlar, o dağları, o dərələri, o aşqırımları necə keçib onlar Şuşamıza, Qarabağımıza qalırlar. Allah onlara rəhmət eləsin, Allah Ali Baş Komandanına can sağlığı versin, həmişə Azərbaycan həmişə qalib olmalıdır. Sağ olun. Əmir kitabının baş qəhrəmanı şəhidimiz polkovnik leytenant Orxan Əkbərov. Və Orxan Əkbərov həm aprel döyüşlərində iştirak edir, həm də 44 günlük vətən müharibəsində, 2-ci Qarabağ müharibəsində. Və İsraildə mən bir məsələyə sizin diqqətinizi cəm etmək istərdim. Slaydda da o var. Torpaq əgər uğrunda varsa vətəndir. Ölən varsa vətəndir. Fəlsəfəsinə bunu əlavə edib Orxan. Torpaq uğrunda düşməni öldürən və ölməyə hazır olan varsa vətəndir. Çok güzel. Bu artıq Orxanın. Mən sözü Ayda Şirinovaya vermək istəyirəm. Ehtiyatlı olan hərbiçi mayor batalyon komandirinin Sadiq Nabini. Buyurun. Ben bütün eline kalem alıp şehitler hakkında, gaziler hakkında yazan her bir kese teşekkür ederim. Çünkü onlar bizim şeref yerimizdi. Onlar bizim gurur yerimizdi. Ve yegane insanlardı. Biz bayram başımızın üstünü gezirik de. Yegane insanlardı ki özlerine bayrağı takardılar. Demek onlar hem de bayraktı. Ben Orxan hakkında yazılan kitabın birinci hissesinde Şeyh Şamil'in bir yazısını okudum. Dün Asbel modelde dedim. Şeyh Şamil diyor ki akıbetini düşünen asker igid olabilmez. Bir zamanlar ben Orxanın baxışına baxanda fikirləşirdim ki biz hamımız bu vətən torpağına bir zamanlar bu cür həsrətlə baxmışıq. Və mən də düşünərək belə bir şey yazmışdım ki istəmirəm. İstəmirəm. Nə şan şöhrət, nə var dövlət. Alnımdakı damğa töhmət məni məndən usandırır. Şəhid ruhlar qarşısında məni yaman utandırır. Əgər bugün biz rayonlara gediriksə və rayonlarda yerləşən, burada yerləşən şəhidlər xiyabanına gedərək utanmırıqsa, deməli biz bu şəhidlərə borcluyuq. Və bugün burada bu çalım oxuyan uşaqlara çox belə qəlbən, xoşluqla qulaq asırıqsa, biz bu şəhidlərə borcluyuq. Onlar kiminsə uşağı atasız qalmasın, kiminsə qadını ərsiz qalmasın, kiminsə hansısa bir ananın oğulsuz, bacının qardaşsız qalmaması üçün şəhid oldular. Mən sizə səbir diləyirəm və arzu edirəm ki, bizim şəhidlərimizdən biri olan Orxanın adına layiq evlatlar böyüdəsiniz. Teşekkür ederim. Çok sağ olun. 2019-cu ildən başlayaraq Orxan Əkbərov en sayılı hərbi hissədə kəşfiyyat hərbi hissəsi idi və oranın komandiri təyin olunmuşdur və
qəribə bir şeyə rast gəlmək olar Azərbaycanda. Həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Vətən müharibəsində, həm 23 saat 44-43 saniyə davam edən antiterror, qısa müddətli antiterror əməliyyatında ki, mən özüm tarixçiyəm və Böyük Vətən müharibəsinin tarixini demək olar ki, an, gün və gün bilirəm. Komandirin deməli şəhid olması bu elə bir ki, hərbidə yol verilməzdir. Yəni komandir bütün vasitələrlə özünü qorumalıdır. Niyə? Ona görə ki, arxasında o şəhid olmamalı, o idarə eləməlidir, o pult arxasında olmalıdır. O kartanı verməlidir, o sxemi verməlidir. Amma yox, amma bizim komandirlər öndə gedirlər və arxasıca aparırlar. Bax, bu məhz Azərbaycanlardır. Mən sözü Ədliyyə Nazirliyinin Baş İdarəsinin sabiq rəisi Adil müəllimə vermək istəyirəm. Adil Minbaşı, buyurun. Hakkında yani çoğunluk okumuşum, programlar da olsun sana. Allah müəllimdən də o tamaşanı hazırlayan tamaşan hakkında çok geniş məlumatlar verdi. Mən də gəlmişəm o bəzi məlumatları da saxladım. Ona görə kim istəyirsə bir daha olsun. Ama kitap hakkında danışılanda Bayram müəllim, Bayram müəllim o kadar güzel yazır ki, dil, üslub, həm hərbiçi peşəkar hərbiçi olar. Ben fikirləşdim ki, ondan sonra söz demək çətindir. Bu bizim ədəbiyyatımızda gecikmə var hər zaman, hətta bu müharibə dövründə də çox gecikmələr olmuşdur. Biz ədəbiyyat çox tez alır, çox hadisələrdə millətin xalqın yetişdirilməsinə, hazırlanmasına. Bu mənada Asif'in kitabı, bu sizin dediğiniz gibi 1-ci Qaranquşlardan belə bir əsər ortaya gətirib. Burada biraz mən ki, Asif müəllim çalışır ki, bir kiçik həcmli əsərdə bu millətin başına gələnləri hamısını ifadə eləsin, hamısını yazsın. Eyni zamanda qəhrəmanlıqlarını təsvir eləsin. Bunlar əslində həm o haqdadır, həm bu haqdadır. Amma mən gəldim ki, əsər yazılırsa, qalırsa, tarixdə qalırsa, o həm də bu hadisələr ermənilərin bu vəhşiliyi, bu tərəfləri dünya maçlarında bir taşır edildiğimiz anlayış var. Cinayətdir. Beynəlxalq hüququn bütün normalarına humanitar qanun, beynəlxalq hüquq, humanitar qanunlar. Onlar məsələn, əsli incitmək olmaz, bölgə olmaz, kastetsə müalicə eləməzsən, ülkə obyektlərə toxuna bilməzsən filan. Bunların hamısı baş verir. Və aslında bunları sənədləşdirib saxlayır. Əsər poetik dildə, tarixi faktlar poetik dildə olan belə bir nəsə yaddaşda daha çox qalır. Məsələn, bizim 1400-cü ilin tarixi əsərlərlə bağlı məlumatlarımız bu illərdə azdır, amma Nizaminin əsərləri, Füzulinin əsərləri gəlib çatır. Bu daha çox yaşam qabiliyyətini var edir. Bu mənada Asif müəllim çox böyük işlər görübdür və bunu bədiləşdirib, həm bu bədi sənətli əsərdir. Mən bu fikrimin bu hissəsindən dayanaraq başqa bir şeye geçmək istəyirəm. Fransız mütəfəkkir var, tanımız, tanıdığımız Şarl'ın Montesquieu, onun günlər haqqında çox maraqlı fikirlər. Deyir ki, dünyada fərqlərin qüdrətin əzəmətinə görə Türkiyədə çatan hələ ikinci bir millət yoxdur. Təsvir edir, yazır ki, budular, 2 dəfə Çin işğal ediblər, Moskvanı işğal ediblər, Roma imperiyasını yıxıblar. Bunlar dövlətləri qururlar da dağıdırlar, bunlar istəyirsə necə olar? Çox geniş deyil, amma axırında bir məqam xoşuma gəlir. Bu millət, Türklər, öz tarixləri haqqında yazmırlar. Bunlar gündəlik həyatları ilə razılaşırlar, ondan təsəlli tapırlar və öz keçmişlərini sənədləşdirmirlər, yazmırlar, saxlamırlar. Əgər saxlasaydılar, biz hələ çox böyük bəşər hadisələrin şahidi olaraq da bu mənada yazılan bu roman deyir, əsər deyir, kitap deyir, çok böyük şeydir. Gəlir, nəsil. Rəhmətlik Sarqasıydı, Orxan Qartal Sarqasıydı. Hələ
onun vətən qarşısında xidmətləri davam edir. Bu, o dövlət tərəfindən mükafatlandırılır, onun xidmətləri, qəhrəmanlıqları mükafatlandırılır. Amma bu həyat artıq keçdi, bədii əsərə keçdi, davam yoxdur. Bu həyatın davamının bədii formada təsvir olunması da bir mükafata layiqdir. Yəni, Orxanın həyatının Davam əsərdir. bədii davamının qiymətdəndir. Fiziki hissəsini dövlət, çox bədii hissəsi. Ona görə Asım əlimə minnətdarımızı bildirir, təşəkkür edirik. Ciddi məsələ haqqında, ciddi əsər qurulduğuya və hər bir Yazıcı və şairlər məni sevməzlər. Ona görə ki, hər dəfə çıxışlarımda deyirəm ki, müharibə haqqında, Qarabağ haqqında hələ az yazılır və çox yazılmalıdır. Deyirlər, yox, çox yazılır, deyirəm, yox, az yazılır. Poemalar yazılmalıdır, şeirlər yazılmalıdır, kinolar çəkilməlidir, dram əsərlər qoyulmalıdır, teatrlarda səhnələşdirilməlidir, romanlar, povestlər, esselər, oçirklər, hekayələr, mənsur şeirlər, yəni bütün janrlarda, ədəbiyyatın bütün janrlarında şəhidlər haqqında, bizim qəhrəmanlarımız haqqında yazılmalıdır və nə qədər də yazılsa, yenə də azdır. Yenə də azdır, ona görə ki, onlar həqiqətən ölümün üzünə dik baxa-baxa döyüşə gedirdilər. Bilərək. Niyə gedirlər? Hara gedirlər? Və nəticəsi nə olacaq? Bilinmir. Və kim deyir ki, şəhid bilmirdi? İnanın səmiyyətlə ki, yalan. Hamı bilir. Hamı bilirdi ki, gedər gəlməz yola gedirəm. Məhv edirlər. Amma özləri də. Yəni ona görə onlar həqiqətən layiqdirlər. Həqiqətən layiq və yazılmalı, yazılmalı və yazılmalıdır. Ona görə də mən Asif müəllim sizə dərin minnətdarlığımı bildirirəm və şəhidlər təkcə özləri qəhrəman deyil, hər bir şəhid qəhrəmandır. Hər bir şəhid həqiqətən qəhrəman. Ona milli qəhrəman adı verilir və yaxud Vətən müharibəsi Orxan kimi qəhrəmanı adı verilib ya yox, onlar hamısı qəhrəmandır. Niyə? Ona görə ki, igiddirlər. Ona görə ki, qorxmazdılar. Mən onu yazmışam. Ona görə də hamı bir nəfər kimi, hamı qəhrəmandır. Ən sıravi əskərdən tutmuş belə və ən yüksək rütbəli generala qədər, yəni Polad Həşimova qədər, hamı qəhrəmandır. Və onların həyat yoldaşları da, ömür gün yoldaşları da qəhrəmandır. Buyurun. Mən uğrarım. Ve ucadan da. Qəhrəmanlığı qələmə alıb. Sağ ol. Və videoçartda xatirəsinin əbədiləşdirilməsi bölməsi var idi. Diqqət etdiniz yəqin. Baş nazirin qərarı ilə Biləsuvar rayonunda hardakı dəfn olunub Orxan, orada deməli musiqi məktəbinə onun adı verilib və Asif müəllim Mərzili sonuncu əmr romanını yazıb. Bugünə Dilarə xanım Yasamal rayon Qadınlar Şurasının sədri, Carçı jurnalının baş redaktoru, təsisçisi baş redaktoru Dilarə Şuriyev. Sen çekme. Mən çox pis oldum. Asif müəllim, niyə belə kövrəlisiniz? Bax, bugün siz əslində sevinməlisiniz Buyursan, ki, belə bir gözəl kitab araya ərsəyə gətirmişsiniz. Biz də sizin bu kitabınızın şahidləriyik. Çünki mən özüm şəxsən sizinlə 4 kitabxanada ictimai müzakirəyə buraxdığınız bu kitabla bağlı iştirak eləmişəm. Nəticəsini də bilirəm ki, necə gözəldir. Mən həmin Qətrəqan, mən sizə deyim, bu yaxında mən sevədən də jurnalı verəcəm, Allah qoysa. Artıq biz dözməyib jurnalda verdik. İnanırsınız, mən bu günü gözləmədən Asif müəllim də mənə Nigə Gümarə xanım Carçı jurnalı prezident aparatına getdi. Mən bugün çox sevinirəm ki, belə bir roman araya ərsəyə gəlir. Mən ümumiyyətlə deyəndə belə kitabları oxuyanda çox pis oluram, çünki özüm hərbi şairisi olduğuma görə.
Amma mən yenə də deyirəm ki, həmin bizim şəhidimizə Allah rəhmət eləsin, onun bu gözəl xanımın təşəbbüsü olub. O özü gəlib yaxınlaşıb Asif müəllimə ki, mən istəyirəm mənim həyat yoldaşım haqqında yazasınız, onu unutmağa qoymayaq. Təsəvvür etsin nə deməkdir? Həyat yoldaşı təşəbbüs göstərir ki, bu kitab yazılmalıdır. Mən ona halaldır deyirəm, alqışlayıram o xanımı. Bütün hərbiçi ailələrinin. Siz çox gözəlsiniz, hərbiçi ailəsi, hərbiçi həyat yoldaşı olmaq çox çətindir. Amma nə böyük ürəyi var ki, ondan sonra qalan 2 evladını böyüdəcək, onun sevindirəcək ruhunu. Çox sağ olun. Çox sağ olun. Özünüzü təqdim edin, zəhmət olmasa. Təzadlar qəzetinin baş redaktor müavini Elçin Məmmədli. Elçin Məmmədli. Bəli. Təzadlar qəzetinin baş redaktoru müavini. Deməli, bilənlər bilir, bilmənlər üçün də bir daha deyim ki, belə əsərlər yazmaq və müharibədən danışmaq mənim üçün 2 qat biraz ağırdır və fəxirdir həm də. Özüm 1-ci Qarabağ döyüşünün iştirakçısıyam, oğlum da 2-ci Qarabağ döyüşünün iştirakçısıdır. Ona görə bu müharibə, bu əsərlər bizə daha yaxındır, daha əzizdir. Mən bayaq bir söz işlətdiniz, o şəhid xanımları, şəhidin bacısı, anası deyək, bəli, doğrudan da onlar böyük qəhrəmandır. Burada Nuranə xanım doğrudan da böyük qəhrəmandır. Burada Aynur xanım var, şəhid xanımı, kitabxana müdürüdür, o da böyük qəhrəman xanımdır. Ayda xanım 1-ci Qarabağ döyüşünün iştirakçısı, batalyon komanderinin müavinidir. Ayda xanım qadınlarımızdan gör necə qəhrəmanlarımız var. Keçən dəfə dedim, Gülcan adlı bir qəhrəmanımız var 1-ci Qarabağ döyüşü. Gülbar Füzulidən var qəhrəmanlarımız. Yəni həm ön cəbhədə, həm arxa cəbhədə qadınlarımız əsl qəhrəmandılar. Mən Nuranə xanıma ayrıca bir pərəstiş edirəm ki, bu adam bir dəqiqə dayanmır. Bir dəqiqə şəhidin adını yaşatmaq üçün gecəsi gündüzü yoxdur. Biz Asif müəllim kövrəlir, düşəndə mən kövrəlirəm, o xanım qəhrəmancasına dayanır, inanırım sizə ki, nə deyim, eşq olsun, eşq olsun. Əsər böyük bir əsərdir, vətənpərvərlik mövzusunda yazılmış böyük bir əsərdir. Asif müəllim indi kövrəldir, biz o kitabın içində demək olar girmişik, biz də varıq deyənə yaxından hamısı necə yazılıb, necə ərsəyə gəlib bilirik. Biz Orxan Əkbərov haqqında 1-ci dəfə xatirələr, onun döyüş dostları, tələbə yoldaşlarını dinlədik, yazdıq, bir əsər ortaya gətirdik. Sonradan belə bir Nuranə xanım tərəfindən sifariş gəldi və Asif müəllim girişdi bu işə və çox böyük uğurla tamamladı. Biz Vətən müharibəsi qəhrəmanı yox, bayaq dedik, Orxan Əkbərovun timsalında bütün şəhidlərimiz qəhrəmandır və onun birləşdirilmiş bir obrazıdır Orxan, Qartal. Burada həqiqətən bütün şəhidlər, bizə bir sual verirlər tədbirlərin birində ki, niyə məhz Orxan Əkbərov? Yəni o qədər qəhrəmanlarımız var, o qədər şəhidlərimiz var. Biz elan vermişdi Asif müəllim də, dedi ki, biz kim sifariş versə, materiallar bizə təqdim eləsə, onun haqqında yazırıq. Çox sağ olun. Bəli, yəni bir daha təbrik edirəm Asif müəllim. Nuranə xanım sizə bir daha məsələ burasındadır ki, Orxan haqqında niyə görə yazılıb? Bu çox belə sadə bir sualdır. Ona görə yazılıb ki, Orxanın çiyinlərində o boydana hərbi stajı var. Hərbi hissə komandiri olub, o boydana onun təcrübəsi olub, komandir olub bu adam. Bu adam əfsanəvi kəşfiyyatçı olub. Yəni o sağ qalsaydı, o bilirsiniz, İntiqamın çox belə, nə deyim, belə İsmətli xanımı var. Heç yəni, belə, yəni heç vurgulamaz da heç yerdə ki, mən şəhid xanımıyam, polkovnik leytenant, yəni statusu var və bir addımdır da general. O general, Orxan general idi. Orxan general olmalıydı. Yəni sadəcə şəhid oldu. Ona görə də, yəni bu çox sadə sualdır ki, niyə Orxan? Ona görə ki, Orxan aprel döyüşlərində, Orxan 44 günlükdə və Orxan yenə deyirəm, hərbiçi, peşəkar hərbiçi və hərbi hissə komandiridir. Hərbi hissə komandiridir. Bütün döyüşlərdə iştirak edib, bütün döyüşlərə başçılıq edib, onların planını çizib və kəşfiyyatçı, bu da zərafat deyil. Yəni, cürbəcürdən quru qoşunlar var, ağır zirehli texnika var, rusi hərbidə, amma kəşfiyyatçı. Qadir müəllim, bizim gözəl yazıcımız, Qadir Hüseynov və bizim fəxri oxucumuz, bu yaxında elektron kitabını nəşrə hazırlayırıq. İndi son işlər gedir. Axıram, müdaxilə edirəm. Kifayət xanım da sağ olsun. Bizim şöbə müdürümüz çox zəhmət çəkib. Buyurun.
Qarşı. Allah'ın salamı olsun əlimizin üzerine. Ben diyelim ki, böyle bir kitabı yazmak hakikaten çok çətindir. Çünkü her biri ona yaşayırsan, yani göz yaşından, qəlbinin sızıntısıyla yazırsan böyle bir kitabı. Həyətindən artıq, yani bunu özü yazmak ile özü bir qəhrəmanlıqdır. Allah. Allah bütün şəhidlərimize rəhmət eləsin. Allah şəhidimizin ailesine sahip versin. Mekanı cennet olsun, ruhu şad olsun. Allah Asif müəllim sizə sağlıqlı versin. Mən bir dənə balaca şehir vardı. Mən şəhid vadisiyəm adlı. Eynək olsun, gözüm biraz yaxşı seçmir. Eynəyi biraz da. Okuyalım onu. Ha, bir de. Təzə yazmışam bunu. Mən bir şəhid vadisiyəm. Kim ne bilir, ne çəkirəm, içimdə də arzularım. Qardaşımla xəyal qurdum, yarım qaldı arzularım. Bir sevinib, bir gülərdik, qəlbimizdən keçdi nələr. Hər gün gözüm yollardadır, bəlkə gələr, bəlkə gələr. Gecə gündüz gözlərimdən düşən yaşın acısıyam, taleyimi yazan yazır. Mən bir şəhid vadisiyam, can qardaşım, sən gedəni. Qəm-kədərə bürünmüşəm, bu həsrətə necə dözüm, sən ölmədin, mən ölmüşəm. Sağ olun. Qadir müəllim hamımıza tövsiyə edirəm və bu yaxında elektron toplumda qoyacaq ümumən internet məkanına çox gözəl şairimizdir, çox gözəl və onun ana xətti, yaradıcılığının ana xətti sevgidir, məhəbbətdir. Oxuyun, xahiş edirəm. Onu kimi sevgidən yazan yoxdur. Təqdim edin. Hər kəsi salamlayıram burada. Mən Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədriyəm. Yəni bir Şuşalıyam. Bir Şuşalı günündən burada çox fəxr edirəm. Elbrus bəy də burada mən fikir verdim, dedi ki, doğrudan da o bizim əskərlər bizim o Şuşanı əlbəyaxa olaraq o soyuqda, o yağışda, o sıldırım qayalarla necə qalxıb götürüblərsə, bunun misli bərabəri yoxdur, çox böyük qəhrəmanlıqdır. Və mən bu gün burada fəxr edirəm ki, bizim Şuşa o cür alındı, bizim Qarabağ azad olundu və buna görə də mən Ali Baş Komandanımız İlham Əliyevə, ondan sonra bizim ordumuza, bizim igid analara, hansılar ki, bu cür balalar dünyaya gətiriblər. Əllərindən öpürəm o anaları. Və onların sayəsində mən sözümü mütləq deməliyəm. Sözüm çoxdur, amma görürəm. Bəli. Asif bəylə biz bir mərtəbədə çalışırıq, bir-birimizi gözəl tanıyırıq. Biz ictimai xadimlərin, biz yazıçıların, şairlərin boynuna bugünkü gündə çox böyük bir məsuliyyət düşübdür ki, biz hər bizim bu demək şəhidlərimizi yaşadaq və bunu da biz eləyə bilirik. Şimdi şeirlə mi, kitabla mı? Asif bəy ilk dəfədir ki, çox yazılıb. Mən özümdə şeir yazmışam, 5 dənə film çəkmişəm şəhidlər haqqında. Amma Asif bəy birinci dəfədir ki, roman yazıbdır. Və bilirsiniz ki, romanlarda həmişə uydurmalar olur. Bu romanda heç bir uydurma yoxdur. Heç bir uydurma yoxdur. Və buna görə də mən Asif bəy sizə uğurlar arzulayıram və əminəm ki, siz doğrudan da qələbə çalacaqsınız bu barədə. Çox sağ olun. Nəzakət xanıma vermək istəyirəm. Tərəqqi medallı. Tərəqqi medallı. Dünya Azərbaycanlıların mədəniyyət mərkəzi olaraq biz də Asif bəy təbrik edirik. Sizin soyadınız nədir? Nəzakət Əhmədov. Əhmədov. Bəli. Deməli, biz bu kitabın təqdimatları müxtəlif məkanlarda keçirdik, məktəblərdə keçirdik və hər bir yerdə bu, xüsusən gənc nəslin bu romana olan marağını hiss elədik. Və uşaqlarda, həqiqətən də uşaqlarda vətənpərvərliyə ruh verən, maraq göstərən bir əsər olduğunu bir daha hiss elədik. Və dünən axırıncı dəfə biz oldu
Ağdam məktəbində 32 nömrəli, orada da şagirdlərin necə gözəl bu romana dəyər verdiklərini, necə gözəl suallar hazırladıqlarını gördük. Sizə müvəffəqiyyətlər arzu edirik. Ümidvarıq ki, bu qələbə çalacaq. Çox sağ olun. Mən romanı başladım, axıra qədər çatdıra bilmədim, ona görə ki, tədbirlər çox idi. Amma bizim oxuculara xidmət şöbəsinin müdiri Yeganə xanım kitabxanaya gələn bütün kitabları oxuyur. İlk oxucusudur və oxudu və çox tez oxudu və çox savadlı oxuyur. Heç də bıraxın peşin gözündən qaçmır. O qədər savadlı oxuyur. Yaddaşı da yaxşıdır. Dedim ki, necədir? Deyir, çox dəhşət bir əsərdir, çox ağır bir əsərdir və Yeganə xanımdan xahiş edir ki, Yeganə xanım yox, bilirəm. Yeganə xanım mənə dedi ki, mənim sözümü görülən Yeganə xanım biraz nasazdır. Yeganə xanım o kitabı oxudacaq oxuculara. Ona görə ki, oxucu gəlir, bəzən oxucu gəlir, bir nə oxuyur görəsən. Nə məsələdir? Yeganə xanım böyük işi, məsuliyyətli işi, nəcib işi, savab işi bizim Yeganə xanım inşallah. Mən indi sözü kitabın korrektoru Yasəmən xanıma vermək istəyirəm. Yasəmən Məmmədliyə. Yasəmən Məmmədi biraz daha ümumiyyətlə, kitab təşkillərin korrektorlarından keçməyib. Hörmətli həmkarım burada iştirak edir. Təzadlar qəzetinin baş redaktoru müavini Elbaş Şirinovla birlikdə korrekt etmişik. Əlbəttə o kitabı bizdən sonra da korrekt olunub. Müxtəlif nəzərlər salınıb və əlavələr də olunub müəllif tərəfindən. Ümumiyyətlə, kitab haqqında tənqidçilər fikir söyləməlidir, amma mən korrektoran elədilmiş bir adam kimi oxumuşam və bu kitabı, deyir o, yerli bazlıq olması unikal əsər hesab edirəm. Bu təkcə Orxan Doğrudan Dəşbərov haqqında yazılmış bir roman deyil. Burada müəllif bizim işğaldan zəfərə qədər bütün yolumuzu əks etdirib. Əfsanəvi kəşfiyyatçının keçdiyi həyat yolda. Əlbəttə orada biz deyirik real faktlar əsasında, amma oxucular onu diqqətlə oxuyanlar bilməlidir ki, orada müəllifin təxəyyülü məhsulları da var. Hansı ki, orada döyüş səhnələri var. Yəni, döyüş səhnələrini o qədər gözəl orada göstərir, təsvir edir ki, sanki orada bir əskərdir, yaxud da komandirdir. Onun gözü ilə, nəzəri ilə orada döyüş tapşırıqlarını yerinə yetirmək üçün o qədər incə nüanslar var ki, orada tülkü məsələsi var, mən demək istəmirəm. Yəni orada qoyun sürüsünün arasına keçib necə içərilərə daxil olurlar, tibbi otağa necə daxil olurlar, ermənilərin tək silah olunması məsələsi çox gözəl diqqətə çatdırılıb da, bunlar bəddiləşdirilərək. Hətta orada elə bil ki, sən hərbini o qədər gözəl bilməlisən ki, bu əməliyyatları sanki müəllif özü yerinə yetirilmiş. O cürdə, ümumiyyətlə, müəllifin o qədər savadlı yazılması ondan da irəli gəlir ki, o ərazinin coğrafiyasını bilməlisən, relyefini bilməlisən, kəndlərin, şəhərlərin bir-birinə sərhədləri var orada. Təsvir elə gedir ki, orada, yəni sən bilməlisən ki, orada bu kəndin sərhədli gedir, dağdan keçdi, meşədən keçdi, çəmənliyə çıxdı, düzlüyə çıxdı. Çünki orada hərbi əməliyyatlar bir-birini əvəz edir. Orada pusqu qurmalar var, gizlənmələr var, ermənilərə qurulan tələlər var. Yəni kəşfiyyat işləri və döyüş tapşırıqlarının yerinə yetirilməsi məsələsi o qədər mükəmməlliklə diqqətə çatdırılır ki, orada ümumiyyətlə çox danışmaq istəmirəm, istəyərəm ki, oxumayanlar yəqin ki, bəlkə də burada var. O əsəri bir dəfə yox, dəfələrlə oxumaq lazımdır ki, mən ona heyran oldum ki, məsələn, müəllifin orada bizə təqdim elədiyi səhnələr var. Mən ona heyran oldum. Yəni, ümumiyyətlə, bütün döyüş yolunu, Azərbaycan əskərinin döyüş yolunun o xronologiyasını nə qədər gözəl və mükəmməl bilməlisən, alqışlayıram müəllifi. Mən sözü Ruhiyə xanıma vermək istəyirəm. Dünya Azərbaycanlılar Mədəniyyət Mərkəzi 1-ci vitse-prezidenti Ruhiyə xanım Poladova. Yox, o qısa danışacaq. Müəllim, sizə təşəkkür edirəm. Lətifə xanım, əsas sizə təşəkkür edirəm. Yəni, kərtədə siz bizimlə haqqındasınız. Allah sizdən razı olsun. Burada kitabxana müdürləri var. Onlara təşəkkür edirəm. Yəni, çox
ev sahibi elədilər bizə. Aynur xanım var, şəhid yoldaşım, sizin qarşınızda baş eyləm. Nurayda xanım sizin qarşınızda baş eyləm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Ali Baş Komandanımızı, Mehriban xanımı qorusun ki, yəni biz belə dövlətdə yaşayırıq, sakit dövlətdə yaşayırıq. Çox sağ olun, Əsmər, inşallah uzun olsun. Biz hər bir tədbirimizdə fərq eləməz bu tədbir neyə əsr olunur. Yəni bizim bu məkanda və yaxud əsasən tədbirlərimiz bu məkanda və kitabxanada keçib, yəni hər tədbirimizi biz bir dəqiqəlik sükutla başlayırıq, bunu hamı bilir. Yəni şəhidlər bizim qəlbimizdə, ürəyimizdə, canımızda, qanımızda əbədiləşir və əbədi yaşar və heç vaxt unudulmayacaq və daima yaşayacaq və sizin qarşınızda baş əylik, siz şəhidin xatirəsini bu cür həkk edirsiniz. Tarixdə kitabın ömrü çox uzun olur və kitab 100 il, 200 il, 300 il ömr edir və nəsildən nəsilə sonra onun ikinci nəşri olur, yəni bu çox böyük bəli və gələcək nəsillərə də götürülür. Mən sözü Asif müəllimə vermək istəyirəm. Burada bir xanım da var, akademiyada şahane elədik ki, kısa bir dəqiqə. Buyurun, əlbəttə, buyurun. Özünüzü tətmin edin xarşında. Ben Mehmetler Akademiyasının Tarih İnstitutunun əməkdaşıyam, özüm də tarix üzrə fəlsəfə doktoruyam. Çox təəssüf edirəm. Soyadınız nədir? Günel Aslanlı. Günel Aslanlı. Çox təəssüf edirəm ki, mən bu əsəri bu günədək hələ oxumamışam, amma bu günlərdə etdim, mütləq oxuyacağam. Mən bilirəm ki, Asif müəllim bunu həm də bir Qarabağlı kimi, Qarabağın hər qarışını və orada baş verən bütün hadisələri öz içinin dərinliklərinə süzülərək bunları qələmə alıbdır və bizim bu igid qəhrəmanımıza bu romanı həsr etdiyinə görə onu bir daha təbrik edirəm və ümid edirəm ki, bu gözəl əsər doğrudan da layiq olduğu mükafatı alacaqdır. İnşallah. Çox sağ olun. Yüzlərlə dissertasiyalar yazılacaq. Elmlər namizədi, elmlər doktoru, müdafiələr olunacaq, elmi cəhətdən və əsasən də tarixçilər bu işi görəcəklər, mənim kollegalarım bu işi görəcəklər, mən də tarixçiyəm. Ona görə də tarixçilər bu böyük işi görəcəklər təbii ki və elmi araşdırmalar aparacaqlar ki, nə idi bu 44 gün? Yoxdur bu tarixdə. Bəşəriyyət tarixində, hərb tarixində yoxdur. 44 gün. Nə idi? Bu nə fenomen idi? Bu nə möcüzə idi ki, ərazilər təmizləndi. 23 saat 43 dəqiqə. Yoxdur belə bir şey tarixdə. Qısa müddətli antiterror əməliyyatı. Yoxdur. Yəni 23 saat 43 dəqiqə. 43 dəqiqə. 44 yox, 44 yox, 43 dəqiqə. 44 günə 200 illik problem həll oldu. Bəli və bu da tarixdə yəni analığı olmayan və ona görə də burada hərbi tarixçilər öz sözünü deyəcək, hərbiçilər, tarixçilər, yəni onlar artıq elmə, yazıçılar, şairlər bunu yəni öz təxəyyülündə düzdür, sənədlər əsasında. Amma tarixçilər yəni bir başqa. Buyurun. İlk növbədə hər birinizə təşəkkür edirəm, həqiqətən. Yəni kitab gələcək nəsil üçün yazılır və kitabın qəhrəmanı real qəhrəmanıdır. Yəni hadisələrin hamısı real faktlar əsasında toplanıb və yazılıbdır. Sadəcə olaraq orada mənim öhdəmə düşübdür bədiləşdirmə. Yasemin xanım qeyd elədi. Orada bədii təsvirlər, gücüm çatan formada yəni bunu çalışdım ki, kitabda ortaya qoyam. Lətifə xanım, amma sizin bayaq danışdıqlarınız, sonra bizim burada qeyd olundu, Rüya xanım dedi ki, ayrı-ayrı kitabxanalardakı o təqdimatlarda mən elə bildim ki, bu kitab yenidən yazılır. Bax, inanın ki, orada
məktəbli uşaqlar ilə suallar verirdilər ki, məktəbdən qalan üçün nə qədər vətənpərvər bir nəsil yetişir, artıq növbəti bir nəsil, elə bir tamamı gəlir. Tədbirlərdə də mən qeyd edirdim, vaxtıyla uşaq vaxtı biz Babar dövründə Koroğlu'nu deyirdilər, Qaçaq Nəbini, sonra ya xanımların adı gələndə Həcər xanım, Nigar xanım, Həcər xanımı görən var burada? Yəni yox. Amma bir xanım burada, bir xanım burada, bir xanım burada. Elə bu hamımız həqiqətən Azərbaycanın bu tarixini yaşamış hər bir xanım elə Həcərdir. Eyni zamanda iki olanlar, hamısı bir qəhrəmandır. Yəni hamımıza təşəkkür edirəm, Lətifə xanım, sizə xüsusi olaraq, həqiqətən. Yəni bu tədbirin başa gəlməsi, həm o İslam müzakirənin təşkili, kitabxana vaxtında müdürlərdən hər birinizə minnətdaram, hər kimlər iştirak edir, minnətdaram və təşəkkür edirəm ki, çox gözəl yəni təqdimatlar, işitmə müzakirələr, daha doğrusu kitabın təqdimatını yəqin ki, yaxın aylarda, yaxın dövrlərdə Müdafiə Nazirliyində həmin hər hissənin özündə olacaqdır. Bu sadəcə olaraq Dövlət Mükafatlar Komissiyasının, yəni Nazirlər Kabineti nəzdində komissiyanın qərarına uyğun olan ictimai müzakirədir. Yəni biz protokol, belə deyək də, protokol xatirinə olan elə bir tədbirlərin biridir. Yəni bizim redaksiyada Bayılvar müəllim Yasin xanım qeyd elədi, bir komanda olaraq hazırladı, korrektəsindən tutmuş. Elbrus müəllim bizə məsələn yazılan dövrdə belə deyək, məsləhətlər verildi. Ondan sonra hamının Ağalar müəllimin özünün bir məsləhətləri olub. Yəni onun yazılarından bir bəhrələnmişdir. Ona görə hər birinizə təşəkkür edirəm. Lətifə xanıma bir daha bax, inanın. Mən minnətdarlığımı bildirmək istəyirəm bizim filial müdürlərinə. Çox təşəkkür, çox qısa müddətdə Mədənət xanım, Yəmən xanım, Arzu xanım, Aynur xanım, hamı, yəni çox qısa müddətdə və çox yüksək səviyyələr təşkil elədilər, mənim səsimə səs verdilər, məni dəstəklədilər, yəni mən özüm yox, mən kiməm ki? Onların səviyyələr və Asif müəllim, çox sağ olun, siz böyük iş görmüşsünüz, niyə? Yazmaq müharibədən, Müşabə xanım da yazır, başqaları da yazır. Çətindir, bilirsiniz niyə çətindir? Birincisi, həyatda olmayan şəhid olan haqqında çətindir yazmaq, ünsiyyət yoxdur. Virtual ünsiyyət var, təbii ki, ruhla ünsiyyət gedir. Yəni, o yazılanda o ruh var, yəni Allah onu yazdır. Amma onlar danışmırlar. Onlar sağ qalanlar da danışmırlar, dinmirlər. Onlardan kəlbətinlə sözü çıxardırsan. Hansı əməliyyatda nə oldu? Şuşanı necə aldınız? Xocabənddə nə oldu? Laçında nə oldu? Danışmırlar da, danışmırlar. Ona görə də çox sağ olun, çox sağ olun. Lətifə xanımın oğlu da 44 günlükdə, 20 sentyabrda və 44 günlükdə də tank batalyonunun komandiridir bu gündə. Mənim oğlum prezidentin tapşırığı ilə həmin Xankəndidə paradda iştirak edib, Zəfər paradında. Ora dəvət almışdı, bəli, və 23 saatlıqdan da sonra, yəni o teröristlərlə ki, onlar bir sutka mübarizə apardılar o meşələrdə, ondan sonra onlar kapitan rütbəsi təklifində, indi hal-hazırda kapitandır. Eşq olsun. İlə əlavə eləmək istəyirdim nə? Hörmətli Ağalar müəllimin burada iştirak eləməsindən, hörmətli Ağalar müəllim. Yəni biz bu illər ərzində 30 il fəaliyyət kinosuna baxanda hamımız realistik. Şəxsən mən o kinoya baxanda, inanın, həmişə çox ağlar günü alırdım. Çox özüm də Qarabağlıyam, özüm də Şuşalıyam, yəni illər Ağdamlıyam, yəni sözüm onda deyil. Ancaq çox təəssüflər olsun ki, onun o kinonun bir qələbəlik davamı çəkən bir kino yoxdur. Kinoçularımız hamısı bu saatdan ancaq hakimiyyət üstündə, yəni o kreslolar üstə dava aparırlar. Nəbilim Rasim Balayev gəlir, Şəfiqə Məmmədova gedir, amma ortada kino yoxdur. Gələk etiraf edək, bunun sözümüzü biz tənqid edirik, tənqid yanaşırıq. Amma yəni ki, bax, bu əsər bir növ fəryadın davamı kimi bir kino çəkilməlidir. Mən belə başa düşürəm. Eləmək istəyirəm. Yeri gəldi, söz sözü çəkin. Bilirsiniz necədir, dostlar?
Mən 26 il Azərbaycanın teatrlarına rəhbərlik eləmiş adamım. 140-dan çox əsərə quruluş vermişəm. Rejissor kimi quruluş vermişəm. Aktyor kimi 40-dan çox rollarda oynamışam. 17 piyesin müəllifiyəm. Piyesim, Şah İsmail piyesim dövlət mükafatı alır. İmam Şamil piyesim İmam Şamil mükafatına layiq görülür. Bütün tədbir iştirakçılarına, bütün qonaqlara, rəhbərlik etdiyim kollektivə dərin təşəkkürümü bildirmək istəyirəm, dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən Asif müəllimə dərin minnətdarlığımı bildirmək istəyirəm, böyük zəhmət çəkib. Mən Nurana xanıma dərin minnətdarlığımı bildirmək istəyirəm ki, sənədləri təqdim edib Asif müəllimə. Asif müəllim o sənəddə əsasında böyük bir əsər yaradıb, bədii əsər yaradıb, roman yaradıb, onun əsasında filmlər də çəkiləcək, tamaşalar da qoyulacaq, səhnələr də qoyulacaq, yəni hər bir şey olacaq, sadəcə zaman tələb olunur. Hamınıza bir adam qalmadı ki, kim çıxış eləmək istəyir, heç kim... Ürəyində söz qalan. Çox sağ olun, hamınıza dərin Rus icması burada iştirak edir, Lübov bizim tədbirimizdə, Ələkbərova, Lübaşa bizim bütün tədbirlərimizdə iştirak edir, öz komandası ilə onlara dərin təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Sizin hər birinizə zəhmət çəkmişsiniz, dəyərli vaxtınızı sərf etmişsiniz, bu tədbirə gəlmişsiniz, tədbirdə fəallıq göstərmişsiniz, reglamenti gözləmişsiniz, mənə kömək etmişsiniz. Hamınıza dərin minnətdarlıq və təşəkkür edirəm. Sağ olun.